müəssisəsi rinoplastika. Məqsədi nədir bu? Rinoplastika burnun xarici görünüşünü və funksionallığını dəyişdirmək məqsədilə aparılan cərrahi müdaxilədir. Funksionallıq dedikdə burada nəfəs alma qabiliyyəti əsas ilk öncəliyimizdir. Bir ixtisasda qeyd etdiyiniz kimi lor cərrah olduğumuza görə ilk öncəliyimiz, məqsədimiz xəstənin, pasiyentin nəfəs almaq qabiliyyətini yaxşılaşdırmaq və düzəltmək, o problemi aradan qaldırmaqdır. Doktor, belə deyək, hamıya bu cərrahi əməliyyatı, estetik əməliyyatı etmək olarmı? Yəni yaş qrupu, minimumu, maksimumu? Əlbəttə ki, orada məhdudiyyətlər vardır. Yaş qrupu, məsələn, minimum yaş qrupu götürsək, xanımlarda 16 yaşdan, bəylərdə isə 17 yaşdan sonra bu əməliyyatı icra etmək mümkündür. Maksimum yaş həddini götürdükdə isə burada əlbəttə xəstənin səhhəti, sağlamlığı çox önəmlidir. Əgər bizim əməliyyat üçün lazım olan müayinələrdən keçdikdən sonra, əgər pasiyentə ciddi bir şikayət yoxsa və tam sağlamdırsa, müayinələrimizin nəticəsində bunu qərar veririk. Bu əməliyyatı icra eləmək olar, əlbəttə mümkündür. Hətta biz 60-65 yaşlarda xanımlarda yəni icra etdiyimiz əməliyyatlar olurdu dəfələrlə. Doktor, belə deyək, sizin bu təcrübənizdən ən aşağı yaş qruplu pasiyentiniz neçə yaş olub və maksimum yaş olan xəstənin neçə yaş olub? Qeyd etdiyim kimi, minimum xanımlardan dediyim kimi 16 yaşdan sonra eləmək olar və 16 yaş olubdu xanımlar. Hətta səbirsizliklə ad gününün olmasını, 16 yaşın tam olmasını da gözləyiblər. Maksimum yaş həddi 65 yaş olubdu. Hətta o xanımda təkrarı əməliyyat idi. Bizdən öncə bir neçə dəfə burun əməliyyatı keçirmişdi, narazı qalmışdı xarici görünüşündən və biz onun qabırğa qırdalığından istifadə edərək revizyon rinoplastika əməliyyatı icra etdik. Doktor, bu rinoplastika təkcə gözəllik üçün deyil yəqin ki. Deməli, rinoplastika daha geniş desək, rinoseptoplastika əməliyyatı burada həm görünüş, yəni gözəllik və xəstənin funksional nəfəs alma qabiliyyətini yaxşılaşdırmaq məqsədli edirik. Biz lor cərrah olduğumuza görə dediyim kimi ilk öncə xəstənin nəfəs alma qabiliyyətini düzəltmək məqsədli edirik və sonraki mərhələdə isə xarici görünüşünü əlbəttə ki dəyişmək üçün, daha da gözəlləmək üçün. Doktor, indi studiyamızda bir zəng var, eşidək, görək bizim dinləyicimizin bizə sualı nədir? Axşamınız xeyir olsun. Tamam, akşamınız xeyir olsun. Amil bəy, necəsiz? Çox sağ olun, təşəkkür edirik, siz yaxşı olasınız. Sınardatı Ələman İbrahimoğlu. Xoşdur, buyurun. Verilişiniz uğurlu olsun, daimi olsun, əbədi olsun. Fərid doktor bizə salamlayır, amma onda axşamınız xeyir olsun. Təşəkkür edirik, biz də sizi salamlayırıq. Mən bilmək istəyirdim, səfər əyirliyində bunun sığortaya, belə deyim, aidiyyəti var mı, yoxsa yox? yəni Çox sağ olun, təşəkkür edirik. İndi doktorumuz cavablandıracaq sizin Tamam, sualınızı. Çox sağ olun, minnətdarım diqqətiniz üçün. Tamam. Buyurun doktor, bu əməliyyatın icra olunması belə deyək, icbari sığorta paketinə daxildirmi? Rinoplastikanın və ya çəpər əyriliyin hər ikisini cavablandırır. əlbəttə ki, daxildir. Burun çəpər əməliyyatını, yəni icbari tibbi sığorta ilə əməliyyat elətdirmək mümkündür. Hər halda dinləyicimiz də eşidirdi bizi. Mümkündür, icbari sığorta paketinə daxildir. Buyurub müraciət edə bilərsiniz. Doktorumuz Fərid Əliyev Harmony Health Hospitalda fəaliyyət göstərir. Doktorumuzun nömrəsi 070-291-0505-dir. Eyni zamanda 077-800-0104 qaynar xəttimizə WhatsApp vasitəsilə suallarınızı yaza bilərsiniz. Doktor, rinoplastika əməliyyatı ilə bağlı ümumiyyətlə bir yanlış stereotiplər də var, yanlış düşüncələr var. Bu düşüncələrdən biri odur ki, bu əməliyyatı etdirənlər sonradan nəfəs almada problem yaşayır və yaxud sonradan burunda düşüklük yaşanır. Yəni bəzən məlumat çatışmazlığından deyirlər ki, balıq qulaqlarına oradakı çox toxunulur, çox yonulur. Ümumiyyətlə, həm bu barədə məlumat verin, həm də ümumiyyətlə bir rinoplastika əməliyyatını təsvir edək. Bəli, əslində olsun belə hallarla rastlaşırıq. Olur bəzən əməliyyat
əsas məqsədimiz burun çəpərini, burun tənəffüsünü bərpa eləməkdir və əməliyyata başladıqda biz ilk öncə burun balqlaqlarını yəni əməliyyatını eləyirik. Balqlaqlarında şişkinlik ola bilər, hipertrofiya ola bilər. Bunları tam aradan qaldırırıq. Eyni zamanda burun çəpərində əyrilik ola bilər. Bunları tam orta xəttə gətirdikdən sonra burunun xarici görünüşünü bərpa eləyirik. Doktor, ümumiyyətlə insanlarda, hamımızda yəni belə bir təsəvvür var ki, mən getdim əməliyyat olundum, əməliyyat bitdi, səhərsi gün məni evə yazırlar, mənim ideal burnum olmalıdır. Pasiyentlər əməliyyat olandan sonra hansı hallarla qarşılaşır? Şişkinlik olma olur? Yəni burnun tam əməliyyatdan sonra ideal formaya düşməsi nə qədər müddət çəkir? Bəli, əməliyyatdan sonra biraz uzun dönəm gözləmək lazımdır tam nəticəni əldə etmək üçün. Əməliyyatdan 2 gün sonra burunda şişmə, göyərmə halları biraz arta bilər. Amma həddən artıq çox şişmə, göyərmə olmur. Əvvəlki belə deyək də 10 il, 15 il bundan öncələrlə müqayisə eləsək, artıq tibb sürətlə inkişaf eləyir və şişmə, göyərməni minimuma endirmək üçün əlimizdə lazım olan bütün cihazlardan bunlar əlbəttə bunları maksimum yaxşı formada eləyirik ki, şişkinliklər az olsun, amma bu məsələlər biraz individualdır, orqanizmə bağlıdır. Bəzən olur ki, əməliyyatdan sonra heç bir şişkinlik olmur. Bəzi insanlarda isə əməliyyatdan sonra biraz şişkinlik ola bilər. Amma burnun tam formaya düşməsi üçün uzun dönəmi gözləmək lazımdır. Gips sarğısı məsələn 10 gün sonra açırıq və 10 gündən sonra sarğı açılanda burunda təbii ki, şişkinliklər və göz ətrafında biraz göyərmələr bəzən minimumda qala bilər, bəzən də qalmaya da bilər. Amma tam nəticəni görmək üçün minimum 6 ay, 1 il yəni gözləmək lazımdır ki, burunun bütün şişkinlikləri çəkilsin və burun tam formaya çıxsın. Qaldı biraz səbr edib gözləmək lazımdır. Doktor, ümumiyyətlə indi hansı texnikadan istifadə olunur? Daha çox açıq yoxsa qapalı rinoplastikaya üstünlük verilir? Bunlar birisi nədir? Həkimin vərdişinə asılıdır. Açıq və qapalı metod vardır. Yəni açıq yaxşıdır, qapalı pisdir və yaxud da qapalı yaxşıdır, açıq pisdir deyə bir anlayış yoxdur. Bu tamamilə yanlış bir şeydir. Hər həkim bir vərdiş elədiyi bir metod var və ondan istifadə edir və o metodla gəlişdirdiyinə görə özünü, uyğunlaşdırdığına görə o metoddan daha yaxşı nəticələr əldə edir. Yəni orada o cür yanaşma yanlış olar ki, açıq metod mu yaxşıdır yoxsa qapalı mı yaxşıdır. Bu yəni yanlış yanaşma olar. Məsələn biz uzun illərdir qapalı da eləmişik, açıq da eləmişik, amma əsasən açıq metodla əməliyyat edirik. Açıq və qapalıda fərqlər nədən ibarətdir? Qapalı əməliyyatlar üçün burunlar adətən mən deyərdim seçilməlidir. Yəni hər burunu qapalı metoddan eləmək olmaz. Çünki məsələn travmatik burunlar ola bilər. Ciddi travma almış, uşaqlıqda keçirmiş və yaxud da sonradan aldığı travmalar və yaxud da təkrarı əməliyyatlardır. Bunlara mütləq ki, açıq üsulla olmalıdır. Yəni açıq üsulla istənilən burunu əməliyyat eləmək olar. Amma qapalı metodla isə burunlar seçilməlidir. Doktor, tutaq ki, mən bir pasiyent kimi müraciət edirəm. O burun necə seçilir? Yəni rinoplastikadan sonra burun forması necə təyin olunur? Bu xəstənin istəyi mi önəmlidir, həkimin mi seçimi, yoxsa hər insanın simasına uyğun mu formalaşdırılır? Siz qeyd etdiyiniz hər 3 hal yəni burada keçərlidir. Pasiyentin də istəyi önəmlidir, həkimin də seçimi, belə deyək, zövqü, bunlar da önəmlidir. Bəzi insanlar var, həddindən artıq süni görünməsini istəyir, elə insanlar var, maksimum təbii istəyirlər. Biz onların seçiminə buraxırıq ki, siz daha çox hansı formanı bəyənirsiniz? Çox vaxtı pasiyentlər özləri ilə telefonda bir şəkillər göstərirlər ki, mən bu formanı istəyirəm, bu alınar mı, alınmaz mı? Artıq onu biz qeyd edirik ki, bu alınar yoxsa alınmaz. Bəzən görürsən, həddindən artıq qalın dərili, iri həcmli burundur. Bizə fındıq burun istəyir. Hə, fındıq burun istəyir. Əlbəttə ki, bu mümkün olan bir şey deyil. Maksimum onun istəyinə uyğun burun eləməyə çalışırıq. Yəni doktor, bu tək mənim müşahidəm deyil. Bir çox adamlar qeyd edilir və bu sosial şəbəkələrdə, müzakirədə və yaxud istənilən bir insanlarla söhbətdə belə bir fikir formalaşır. Bütün əməliyyat olunan burunlar bir-birinə oxşayır.
Şəhərdə baxırsan qızlar daha çox xanımlar bu əməliyyata üstünlük verdiyi üçün baxırsan hamı bir-birinə oxşayır. Bu nəyə əlaqədardır? Həkimlər eyni texnologiyadan mı istifadə edir və yaxud pasiyentin seçimi mi belə olur? Düz qeyd edirsiniz. Biz də belə hallarla çox rastlaşırıq. Ətrafda insanlar qeyd edir ki, bu nədə hamı gəzirsən, bir-birinə oxşuyur sanki. Amma çox diqqətlə baxsaq bunlara, heç də bir-birlərinə oxşamırlar. Sadəcə olaraq hamısı əməliyyat olunub və əməliyyat olunduğu bilinir deyə bizə elə gəlir. Formasına gəldikdə artıq o da həkimdən asılıdır. Yəni hər həkimin özünün bir dəsti xətti vardır. Və ona uyğun da pasiyentlər müraciət edir. Dediyim kimi, elə həkimlər var, həddindən artıq süni burunlar eləməyi sevirlər və ona uyğun da pasiyentlər müraciət edir. Elə həkim var, məsələn, bunun dəsti xətti tam təbii düz burunlar eləməkdir və buna uyğun da pasiyentlər müraciət edir. Təşəkkür edirəm cavabınıza görə doktor. İndi qısa bir reklam aramız var, ondan sonra radyo diaqnoz davam edəcək. Omid mağazalarından möhtəşəm indirim. Neovot kombi 24 kW, indi 623 manat değil, 569 manat. Neovot yağ radiatoru 97 manat değil, cəmi 88 manata. Suallar Özü avtomatik sonra nəyə bastı? Radyo Space'de reklamlar. Axırıncı reklamdır FAB. Bir gün yok. Bu gedən momentdə avtomata basırsınız, o tutarır diyanı, avtomata bastığınızı və avtomat gedir. O diyanı, diyanından sonra bunu basırsınız təzədən. Bundan avtomatik basarlar. İndi bassaz bu qutarandan sonra diyanınız alır. Qırmızılar hansı tutmalıdır? Yoxsa reklam çıxışı olanda mən basmalı. Bəli, reklam çıxış FAB. FAB da gedir, vəsiyo. İndi gezim. Avtomobilinizin daim sazgahda olması Çıxışdan sonraki. Axırıncı bu. saniye, ondan sonra modeller. Yoxsa yaxşı gedir. Maraqlı suallarım da var. Yəni sonra indi Burada təmir, detaylı, avtoyuma və digər xidmətlər həyata keçirilir. Suallar Avtoservis, bir özü də vardı da avtoservisdən yəni. daha Saksın vermir misin? Nereden üstün soruyor? bir məkandır. Sualı verəndən Avtomobiliniz sonra bu məkanda peşəkar və etibarlı əllərdə olacaq. Çox doktorun danışığı. Avtoservis, Ben danışığı avtomobilinizin ikinci evi. Ünvan, Babək Prospekti 109A. Əlaqə nömrəsi 050 708 Bir dəfə özüm eləyəcəm. Kan Sən də servis. Yox, açıqdır. Nəsə bu belədir. Bizdə xaos Ataq hükümsünün səssiz ya, bu ara açıq qalsın. Girən üçün bu iki dənə basır çıxır. Olan texnikası, zərif dizaynı, ağıllı Biraz idarə doktor, etməsi hündürdən və danış. sağlam Şöyle işləmə yaxın imkanları ilə tutun. həyat tərzinizə mükəmməl uyğunlaşılır. Siz narahat olun. Qoş. Zövqünüzə uyğun, Sizin hansı ağıllı. Gözləyin, mən sizə deyəcəm. Raffle Edition, Akşehir'de premium yaşayış kompleksi, Bir şey lazım bunun geniş üstünde. parking, ağıllı ev sistemi, fitness zalı, Hə, konsiyaj çıxış xidməti, gedəndə, 15 saniyə gedəndə onu basırıq. Fab gedəndən sonra o basırsınız, fab başlayın. Bu girən Onu kimi basın basın. istəməm. 050 288 49 19. Hə, onu Evans eləsin. Group təqdim edir. 2026'nın en büyük yeni şovsu yalnız Sakbir Saray'da, yalnız bu gece. Səhne ulduzlarla, gece unudulmaz anlarla dolacak. Bu gece sizinle Samir Piriyev, Sevda Yahyayeva, Resul Efendi, Natavan Habibi, Ceyhun bu Zeynalov, verilişte Namik oldu. Karaçıqurlu, Amina Şirin, Respublikanın emektar artisti Adalet YouTube'da Şükürlü, yoxdur. Türkiye'de var ama esas xüsusi ulduzu, programlar var. Respublikanın İnternet yayın xalq var. artisti, İnternet yayın var, radyo Rüya yüzde Ayxan, MyTunes proqramı var orada. aparıcı Cavid Gül, informasiya dəstəyi Space TV, Space Radio, əlaqə 050 416 96 96. Başında oldum qulaq as. Kış gelir, pencereleriniz Alman malı, Şuko Plastik, Ünvan, Atatürk Prospekti 118, Gözlem. Aral Plaza, telefon 050 590 98 00. Gözüm. Görəsən mənə kredit düşür. Böyünün varsa düşür. Mən deyəcəm. Böyünüz varsa 100 Hələ bin çıxış manata başlamayıb. kreditdən İndi gedin. Bundan sonra zaminsiz, çıxış olur. girovsuz dəqiqələr içində yararlanabilirsiniz. Elə indi businesskredit.az saytında tam online. Ətraflı 937 ABD Mərkəzi Bankın 30 Deməyəcəm. 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Hələ basın. Space Radyo'da reklamlar dinlediniz. Gözləyin. Bu qutarandan sonra Şok basın. indirimler. Vapur demir yapıştırıcısı 7 manat değil 6 manat 30 qəpik. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından alabilirsiniz.
Sağlamlığın üçün elindən gələni et. 012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Bir daha akşamınız xeyir olsun. Space 104 FM dinləyiciləri, Real Diagnoz efirdədir və biz qonaq həkimimizlə, otorinolaringoloq, estetik burun cərrahı Fərid Əliyevlə birlikdə sizin suallarınızı cavablandırmağa çalışırıq və rinoplastika sahəsində, estetik burun cərrahəsi sahəsində ən son yenilikləri müzakirə edirik. Qeyd edək ki, doktorumuzla əlaqə saxlamaq istəyənlər 070 291 0505 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bizə yazmaq istəyənlər isə 077 800 01 04 nömrəsinə WhatsApp vasitəsilə suallarını ünvanlaya bilərlər. Doktorumuz Harmony Health Hospitalda fəaliyyət göstərir. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyaları ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasiyentlər üçün fərdi yanaşma təmin edilir. Onların sağlamlığına uzun müddətli dəstək göstərilir. Xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. Hospitalın əlaqə nömrələri 010 464 55 55, 012 464 55 55-dir. Salatın Əskərova 147 ünvanında yerləşir. Doktor, rinoplastika ilə bağlı danışdıq. Təbii ki, burada bir məsələdə bu burunların dediyi eyni. Şikayətlərdən biri nəfəs problemindən bağlı idi. Təbii ki, bu həkimdən asılıdır. Peşəkar həkim, səriştəsiz həkim əlinə düşəndə hansı problemlər yarana bilir? Nəfəs alma problemi ola bilər. Ən çox şikayət edilən şikayətlərdən biri nəfəs alma ilə bağlı problemdir və burnun xarici görünüşü. Belə olan durumlarda biz müayinəmiz zamanı endoskopik müayinə edirik burnu. Əgər burunda çəpər əyriliyi və yaxud da burun balqaqlarında şişlik vardırsa və yaxud da eyni zamanda xarici görünüşündə ciddi problem vardırsa, məcburən təkrar əməliyyat edib bu qüsurları aradan qaldırılır. Doktor, hər bir əməliyyatın riski var. Təbii ki, burada adi, sadə apendisitdən tutmuş ən böyük əməliyyatlara qədər. Məsələn, rinoplastika əməliyyatlarının riski nədir? Əməliyyat ümumiyyətlə narkozla olan əməliyyatlarda risklər demək olar hamısında fərqi yoxdur. Yəni burun əməliyyatı və yaxud da qeyd etdiyiniz kimi apendisit əməliyyatıdır. Hamısında eyni risk var. Sadəcə olaraq biz əməliyyatdan öncə bütün müayinələrdən keçiririk. Bura daxildir məsələn qan analizləri, yəni onun içərisində çoxlu analizlər daxildir. Ağız rentgeni, rəng kardioqramması və ehtiyac olarsa əlavə müayinələr də bura daxil olunur. Məsələn, elektrokardioqramma zamanı ürəkdə problem, bir şübhəli narahatlıq görərsə, kardioloqumuz ekokardioqrafiya və digər müayinələrdən də keçiririk. Əgər müayinələrdən sonra pasiyentdə tam sağlam çıxarsa nəticələr, o zaman elə bir risk və təhlükə yoxdur. Doktor, dinləyicimiz soruşur ki, bu əməliyyat lokal yoxsa ümumi anesteziya altında həyata keçirilir? Əlbəttə ki, ümumi anesteziya altında keçirilir və keçirilməlidir. Düzdür, illər öncə məsələn 15-20 il bundan öncələr bunu yerli keyitməklə də edirdilər və həmçinin tibb bu qədər də inkişaf etməmişdi. Artıq tibb sürətlə inkişaf edir və insanların da əməliyyatdan gözləntiləri və bekləntiləri həddindən artıq çox olduğuna görə bu ümumi narkoz altında olmalıdır ki, biz həkimlər tam rahat işləyə bilsin və pasiyent psixoloji gərginlikdə olmasın. Çünki yerli keyitmədə ağrını hiss eləməsə belə psixoloji bir gərginlik yaranır pasiyentdə və biz həkimlər də o istədiyimiz nəticəni əldə eləməyə bilərik. Ona görə də mütləq ki, bu ümumi narkoz altında olmalıdır. 24 yaşım var, 2 dəfə əməliyyat keçirmişəm, yenidən revizyon əməliyyata ehtiyacım var. Əgər burun qığıllarından çatmasa, əlavə material tələb edəcəksə,
haradan götürülür və necə icra olunur? Dinləyicimiz soruşur. Deməli 24 yaş var, 2 dəfə burun əməliyyatı keçirib. 2 dəfə keçiribsə çox güman ki, əlavə qığırdağa ehtiyac olacaqdır. Və bu da mütləq ki, qabırğa qığırdağıdır. Yəni ideal seçimimiz qabırğa qığırdağıdır. Qabırğa qığırdağı da sağ tərəfdən sinədən aşağıda kiçik bir kəsiklə 3-5 sm kəsiklə edilərək və oradan qabırğa çıxarılır. Qabırğanın qığırdaq hissəsi çıxarılır və ora kosmetik tikiş qoyulur. Onun da yəni zamanla heç bir izi qalmır. Yəni bu arada da bəzən xanımlar bu suallar çox verirlər. Estetik görüntü pozulmasın deyə. Yəni o burada axıran ola bilərlər ki, elə bir ciddi bir iz qalmır orada. 25 yaşım var. Əməliyyat olsam gündəlik həyata, yəni normal həyata nə qədər müddətə qayıda bilərəm və əməliyyat müddəti nə qədər olur? Əməliyyatımızın müddəti 2 saat, 3 saat arası çəkir. Buna görə dəyişir, problemlərə, qüsurlara görə dəyişir. Demək, normal həyata qayıtması isə əməliyyatdan 10 gün sonra tam normal həyata qayıda bilər. 10 günə qədər biz artıq gips sarğısını da açmış oluruq və burun daxilində olan tamponlarla çıxarılır və ondan sonra tam normal həyatına qayıda bilər. Doktorumuz Fərid Əliyevdə otorinolaringoloq, estetik burun cərrahı Harmoniya Hospitalda fəaliyyət göstərir. Doktorumuza yazmaq, müayinəsinə getmək, əməliyyat elətdirmək istəyənlər 070-291-0505 nömrəsinə yaza əlaqə saxlaya bilərlər. Eyni zamanda 077-800-0104 bizim qaynar xəttimizdir. WhatsApp üzərindən real diaqnoza suallarınızı ünvanlaya bilərsiniz. 012-510-32-78 isə bizim nömrəmizdir. Buyurub zəng edə doktorumuza suallarınızı verə bilərsiniz. Doktor, ümumiyyətlə, yəni bu əməliyyatlarda təbii ki, peşəkarlıq qeyd etdik, təcrübə qeyd etdik. Sosial şəbəkələrdə, bilmirəm, mən bu verilişi açmaq ərəfəsində, hazırlıq ərəfəsində bəlkə tibbi mövzulara çox araşdırma edirdim, həkim sferasını araşdırırdım deyə qarşıma da bu cür şeylər çox çıxırdı. Çünki süni intellekt vasitəsilə databazalar, yəni nəyə axtarış verirsənsə onu qarşına çıxardır. Və qəribə bir şeylər vardır. 300-500 manata bir iynə ilə burun şəkilləndirmə. Bu əməliyyat nədir? Yəni ümumiyyətlə bunun bir tibbi əsası varmı? Bəli, əfsuslar olsun, belə hallarla biz çox rastlaşırıq və bizə ən sonunda, yəni o prosedurları eləyən pasientlər ən sonunda burun əməliyyatına müraciət eləmiş olurlar. Çünki istədikləri nəticəni almırlar. Buna daxildə əsasən dolğular, yəni burun dolğuları eləyirlər və kosmetologlarımız. Burnu dikləşdirmək, burnu düz formaya salmaq məqsəd üçün eləyirlər. Amma qeyd edeyim ki, bu dolğular adətən burnun yan tərəfdən, yəni profil dediyimiz yan görüntüdən buruna forma vermiş olur. Amma pasientin ön tərəfdən baxanda burunda əsasən şişkinlik, genişlik, daha da həcm vermiş olur. Çünki ora biz əlavə bir maddə yeridirik. Bu aydın məsələdir ki, bu həcm verməlidir. Və zamanla o dolğular da burun ucuna əsasən də vurulan dolğular zamanla da aşağı enmələr düşür, süzülür dodağa doğru və burnu daha pis görüntü verir. Və ondan sonra yəni pasient məcburən burun estetik əməliyyatına müraciət edir. Yəni dəfələrlə çox belə hallarla rastlaşırıq ki, burnu açırıq və içərisindən o dolğu materialını çıxarmış oluruq. Doktor, yəni ümumiyyətlə bu əməliyyatın belə də sayını artırmış olur da. Siz artıq bir rinoplastik əməliyyatı etməkdənsə artıq o burunun sayını artırmış olur, həm də biraz bizim işimizdə çətinləşdirmiş olur. Bəs onun dəriyə, sümüyə bir pis təsiri varmı? Gəlir hər hansı bir bəd xassəti sonradan bir şişlərə və yaxud xəstəliyə çevrilmə şansı var? Yox, elə bir qorxulu bir durum yoxdur. Sadəcə olaraq formasında bir dəyişiklik yaradır. Mən deyərdim, yaxşıya doğru yox, mənfiyə doğru bir görüntü dəyişikliyi yaradır. Yəni belə həyatı təhlükə risk yaradan bir haldır. Mən daima eynək istifadə edirəm, burun əməliyyatı planlaşdırıram. Əməliyyatdan sonra eynəkdən istifadə edə bilərəm, dinləyicimiz soruşur. Burun əməliyyatından sonra 2 ay eynə istifadə etmək məsləhət deyil. Ona görə də daimi eynə istifadə edən pasientlərə müvəqqəti linzalardan istifadə etməyi məsləhət görürük. 2 ay taxma olmasını gözləməlidir.
Daha bir dinləyicimiz soruşur ki, burnumun dərisinin qalın olduğunu dedilər. Mən təbii görünüşlü burun istəyirəm. Əməliyyat etdirsəm, yəni istədiyim ideal uğurlu burnu ala bilərəm. Əlbəttə ki, qalın dəri, fərqi yoxdur, incə dəri o istədiyimiz nəticəni biz ala bilirik. Burada yəni dərinin önəmi yoxdur. Sadəcə olaraq dediyim kimi pasiyentin istəyi bizə çox maraqlıdır. Adətən şəkillər, nümunələr göstərirlər. Orada bilmək istəyirik hansı bizə göstərəcəyi, istədiyi şəkil nədir. Ola bilər ki, məsələn, həddindən artıq qalın dərili, həcmli burun çox incə dərili bir pasiyentin burnunu göstərər. Əlbəttə onu almaq biraz mümkün deyil. Amma maksimum o burundan alına biləcək ən gözəl nəticə nədirsə onu almağa çalışırıq. Daha bir pasiyentimizin sualı var ki, 3D simulyasiya ilə mən əməliyyatdan sonraki burnumu görə bilərəmmi? Bu suallarla biz çox tez-tez rastlaşırıq. Bizə müraciət edən, müayinəyə gələn, ilk müayinəyə gələn pasiyentlərimiz də müraciət edirlər ki, bəs siz öncədən Photoshop-mu, simulyasiya mı edirsiniz, biz sonraki nəticəni görmək istəyirik. Mən çox təəssüf ki, onu eləmirəm. Yəni, 15 ildir mən burun estetik cərrahiyyəsində məşğulam, amma bunu eləmirəm. Çünki üstə simulyasiya və yaxud da Photoshop-la aldığımız nəticə ilə əməliyyat nəticəsi üst-üstə düşmür. Və pasiyenti yanılda bilər, sonra narazılıqlar yarana bilər. Çünki kompüter işi başqa, əl işi bir başqadır. Yəni, bu canlı toxumadır. Bu toxuma nəfəs alır, dəyişir zamanla, ona görə təəssüf ki, onu eləmirik və onu eləmək məncə düzgün deyil, məsələ yox. Doktor, heç elə pasiyentiniz olubmu ki, şəkili qoyub qarşısına ki, mən bu burundan istəyirəm? Əlbəttə ki, olur və yəni, çox tez-tez rastlaşırıq elə hallarla ki, burundan istəyirəm. Biz onu burununa baxıb, yəni müqayisə edirik. Bu alınar sizə, yoxsa alınmaz, onu öncədən qeyd edirik. Deyim ki, ola bilər çox iri həcmli, qalın dərili burundur, incə bir burun göstərir, biraz almaq. Bəs doktor, heç elə bir xəstə olubmu görsəydim, qaytarın mənim əvvəlki burnumu. Yəni öz istəyinlə eləmişsiniz. Yəni adətən belə real hekayələr daha maraqlı olur dinləyicilər üçün. Yox, elə bir halla rastlaşmamışam. Yəni əməliyyat elədiyimiz pasiyentlər demək olar ki, hamısı məmnun qalıb və xoşbəxt oldular. Təbii ki, peşəkələşmə müraciət etdikləri üçün. Doktorumuz Fərid Əliyev Harmony Health Hospitalda fəaliyyət göstərir. Doktorumuzun əlaqə nömrəsi 070-291-0505-dir. 077-800-0104 bizim qaynar xəttimizdir. WhatsApp üzərindən suallarınızı yaza bilərsiniz və ya 012-510-32-78 nömrəsinə zəng edərək suallarınızı doktorumuza ünvanlaya bilərsiniz. Doktor, ümumiyyətlə, bu burunda asimetriya, tip düşməsi falan bunlar olur. Yəni, bu orqanizma mı bağlıdır, yoxsa həkim səhvi mi olur? Asimetriya bizim ən narahat olduğumuz mövzulardan biridir. Çünki biz yaradılış olaraq sağımız, solumuz fərqlidir, yəni simmetrik deyilik. Və əməliyyatdan sonra buruna diqqət artdığına görə istər ətraf kənarın, istərsə də əməliyyat olunan pasiyentin özünün əsasən bütün günü cüzgünün önündə oturub, yəni burunda sanki bir qüsur axtarışındaymış kimi davranırlar. Orada olan ən minimal belə qüsurlar, asimetriyaları görə bilirlər. Bu asimetriya dediyim kimi bizim yəni sağımız, solumuz tam eyni olmadığına görə fərqlidir. Və burnu formalaşdıran ən sümüyün burun alın çıxıntılarıdır, yanıqlarımızdır. Bunlar tam simmetrik yerləşmədiyinə görə məcburən burnun sağı ilə solunda da burun qanadlarında əsasən o bilinir. Cüzi fərqlər ola bilir. Yəni bu həkim yanlışı deyil. Sadəcə olaraq bizim üzümüzün quruluşudur. Və asimetriya da kimlərdəsə az ola bilir, kimlərdəsə çox ola bilir. Yəni bu burunun orta xəttidir, asimetriya dediyimiz budur, onun düz olmağı. Bəs bunu düzəldərkən, yəni bu nəfəs alma funksiyasına bir təsir eləmir? Yox, əlbəttə ki, burunu düzəldikdə, tam orta xəttə gətirdikdə, tam əksinə burun çəpəri tam düz olduğuna görə burun tənəffüsdə çox real vəziyyətdə olur və nəfəs alma problemi yaratmır.
Dinləyicimiz soruşur ki, daxili və ya xarici nazal valve çökmə riski varmı bu əməliyyatlarda? Əməliyyatdan sonra əlbəttə ki, belə risklər var. O riskin olma səbəbi də həkimin təcrübəsindən, peşəkarlığından asılıdır. Yəni siz təcrübəli peşəkar həkimə müraciət etsəniz, valv, xarici və daxili valv darlığı əlbəttə ki, olmayacaq. Mən özüm də doktor əməliyyat keçirmişəm. Bəli. Təxminən 2016-cı ildə keçirmişəm. Septoplastika, amma yüngül toxunuşlar da olub. Sadəcə bir şey maraqlıdır. Əvvəllər, yəni mən lap əvvəllər danışıram, yəni rinoplastikanın ölkəmizə yeni gəldiyi bir dövrlərdə tamponlardan istifadə olunurdu. Bu da bildiyimiz kimi adi bir parça birlikdə materialdan olurdu və onun sonra xarici olunması ağrı verirdi. İndi bir yenilik varmı bu sahədə? Nədən, hansı materialdan istifadə olunur? Bəli, əvvəllər biz yəni təzə əməliyyata başladığımız dönəmlərdə də mən yadımdadır, biz dediyimiz o tamponlardan istifadə edirdik və onlar pasientə çox ciddi diskomfort, narahatçılıq verirdi. Amma indiki müasir dövrdə artıq uzun illərdir biz silikon hamını dedik, silikon dediyimiz nazal splintlərdən istifadə edirik. Bunların da özünün daxilində boruları olduğuna görə nəfəs almaqda əməliyyatdan sonra yəni ciddi problem yaratmır və artıq biz bunlardan istifadə edirik və ciddi diskomfort vermir. Doktor, mən bildiyimə görə Harmony Health Hospitalda plastik cərrah da fəaliyyət göstərir, yəni müxtəlif sahələrin həkimləri var. Yaxşı, eyni zamanda dinləyicimiz bir sual var idi ki, mən burun əməliyyatı etdirərkən, estetik əməliyyat etdirərkən eyni zamanda abdominoplastika əməliyyatı istəyirəm, onu eyni vaxtda icra oluna bilərmi? Abdominoplastikanı məsləhət görmərəm eyni vaxtda olmağını, çünki hər ikisi böyük əməliyyatdır. Abdominoplastikada da qarın çox gərildiyinə görə əməliyyatdan sonra xəstədə nəfəs almaqla bağlı da biraz çətinliklər ola bilir. Eyni zamanda burun əməliyyatında da ona görə də məsləhət görülmür, ayrı-ayrı vaxtda icra olmağı məsləhət. Dinləyicimiz eşitdi. Doktor, ümumiyyətlə bir problemlərdən biri də bəzən müşahidə edirsən, burun uclarında bəzən çökmələr olur, yaxınlaşma olur. Yəni bu burun dərisindən əlaqəlidir ya oradakı qığırdağın mı çökməsi? Bu prosedur necə qarşısı alınır? Ümumiyyətlə sonradan revizyon protezdə onu düzəltmək mümkün olurmu? Burun ucunda bəli, düşmələr ola bilir. Amma mən istifadə etdiyim metodlarda burun ucunu tam yəni fiksə edədiyimizə görə burun çəpərinə, yəni ciddi burunda düşmələr olmur. Bunun düşmələrin də müxtəlif səbəbləri var. Yəni burunun quruluşu, burada olan mimik əzəllər, dodaqda olan əzəllər falan bunlara bağlı olaraq bəzən də həddindən artıq qalın dərilərdə yəni bu səbəblərdən dolayı düşmələr olur. Amma dediyim kimi siz çox peşəkar təcrübəli həkimə müraciət etsəz, belə risklər demək olar ki, tam minimuma düşmüş olur. Dinləyicimiz soruşur ki, gülümsəyəndə burun ucu düşməsinin qarşısını almaq olur. Yəni belə bir sindrom var mı? Yox, gülərkən zaten aydın məsələdir. Bizim əzəllər, mimik əzəllərimiz yığıldığına görə burun ucunu buradakı əzəllər aşağıya doğru dartmış olur. Və yəni bu tam normal bir durumdur. Xanım yəqin ki, əməliyyat olmayıbdır, buna görə o sualı verir. Əməliyyat olmamış burunlarda və yəqin ki, onun burun ucu da biraz aşağıya doğru sağlam burundur. Bunu əməliyyat eləyib burun ucunu qaldırmaq, o sağlamanı da aradan yəni qaldırmaq olar. Amma əməliyyatsız risk edilmiş. Doktor Fərid Əliyev, otorinolaringoloq, estetik burun cərrahı, Harmony Health Hospitalda fəaliyyət göstərir. 070-291-05-05 doktorumuzun nömrəsidir. 077-800-0104 isə bizim qaynar xəttimizdir. WhatsApp üzərindən sualları doktorumuza ünvanlaya bilərsiniz. 012-510-32-78 isə bizim şəhər nömrəmizdir. Buyurub efirimizə zəng vura bilərsiniz. Doktor, daha bir sual var ki, bəs rinoplastika əməliyyatı ilə eyni anda göz qapaqlarını etdirə bilərəm. Yəni, gəlin belə deyək, ətraflı bir məlumat verim ki, burun estetik əməliyyatı ilə yanaşı, hansı əməliyyatları etmək olar, hansını etmək olmaz? Deməli, hansılar olmaz? Estetik əməliyyatlardan yəqin ki, burada söhbət gedir. Yəni, burun estetikası ilə yanaşı digər estetik əməliyyatlardan hansı olar olmaz? Abdominoplastika məsələn qətiyyən məsləhət görülmür. Liposaksiya əməliyyatını götürsək, o da baxır yəni hansı nahiyələr olunacaqdır.
əgər xəstədə pasiyenti əməliyyatdan sonra çox üzünü döndürmək, yana fırlatmaq kimi belə durumlar vardırsa, bu da məsləhət görünür. Hansı nahiyənin olunmasından asılıdır. Xanımın verdiyi suala gəldikdə isə blefaroplastika əməliyyatını, bəli, biz elə əməliyyatda olubdur dəfələrlə, yəni müştərək bu əməliyyatı eləmişik. Burun estetik cərrahisi eyni zamanda blefaroplastikanı, yəni bir yerdə eləmək olar. Doktor, çətin əməliyyatlardan biri də yəqin ki, travmadan sonra yaranan Bəli. əyriliklərdir. Elə dinləyicimizin də belə bir sualı var ki, travma sonrası asimetriyanın tam bərpası, korreksiyası mümkün olurmu? Əlbəttə ki, mümkündür. Yəni ciddi travmatik burundursa, adətən bu bəylərdə rast gəlinir belə burunlara. İdmanla məşğul və yaxud da uşaq vaxtı aldığı travmadan da dolayı ola bilər. Çox ciddi travmatik burundursa, bu zaman adətən biz %90% hallarda qabırğa qığırdağından istifadə edərək dediyimiz yəni, görüntünü, düz estetik görüntünü ala bilərik və eyni zamanda tənəffüs problemini də aradan qaldırmış olarıq. Doktor, bir pasiyent tutaq ki, əməliyyat edilib, ideal bir burun aldı. İndi oldu, bir işdir, başımıza gəldi, yıxıldıq, travma aldıq, qəzaya düşdük, travma aldıq. Təkrar revizyon əməliyyatda o birinci uğurlu burnu təkrar geri qaytarmaq olur. Çətin sualdır. Yəni mənim öz pasiyentlərimdə olubdur elə bir hallar. Yəni mən doktorla onu qeyd edim ki, ilk dəfədir sizə gəldim və doktoru tanımıram. Yəni qəsdən belə bir sual da vermədim. Yəni demək bir pasiyentimiz olmuşdu, mən onu indi kimi xatırlayıram. Əməliyyatdan bir neçə aylar sonra travma almamışdı, daha doğrusu iş yerindən təzyiq düşmüşdü falan, bu səbəblərdən bayılma olmuşdu. Amma üzü üstə düşmüşdü xanım yerə, burunda ciddi travma yaranıb. Burun da o qədər qəşəng idi ki, öncə nəticəsi özü də deyir ki, yəni gözə gəldi sanki və xarici görüntüdə ciddi deformasiya oldu. Düzdür, biz ona təkrarı repozisiya elədik, yəni revizyon əməliyyat eləmədən qapalı formada burun sümüklərinin yerinə oturtuldu və gips ağrısı qoyuldu. Yəni burunda ciddi qüsur olmadı. Amma ciddi bir qüsur yaranarsa, qığırdaqlarda ciddi bir deformasiyalar yaranarsa, o zaman təkrar revizyon əməliyyatla əlbəttə ki, əvvəlki görüntünü də almaq mümkündür. Qeyd edim ki, doktorumuz Harmony Health Hospital'da fəaliyyət göstərir. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastruktur və beynəlxalq səviyyədə tanınan texnologiyalar ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasiyentlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığına uzun müddətli dəstək göstərilir, xidmətin keyfiyyəti daim inkişaf etdirilir və daha geniş spektrli xidmətlər təklif etmək əsas prioriteti və məqsədidir klinikanın. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospital'a dəvətlisiniz. Əlaqə nömrələri 010 464 55 55, 012 464 55 55, klinika Salatın Əsgərova 147 ünvanda yerləşir. Biz də yayımımızda göstərdiyi dəstəyə görə Harmony Health klinikaya, bütün kollektivinə, şəxsən Pərviz doktora öz adımdan təşəkkür edirəm. Siz də buyurub bu müasir sağlamlıq ocağına müraciət edə bilərsiniz. Doktor, biz verilişimizdə istəyirəm bir ənənənin də əsasını qoyum və bunu sizinlə başlayayım. Bizim verilişdə olan həkimlər bizim veriliş vasitəsilə sizə müraciət edən pasiyentlərə bir indirim, bir faiz qoyaq, real radio diaqnoz verilişi adından. Bu verilişdə qulaq asmışam. Radio diaqnoz vasitəsilə Fərid doktora müraciət edirəm deyən pasiyentlərə nə qədər bir indiriminiz var? Ani oldu, qəfil oldu. Əlbəttə ki, sizin sözü yerə salmadım və eyni zamanda dinləyicilərimizin 20% endirim edə bilərik bizə müraciət edin. Yəni Space 104 FM dinləyiciləri, hazırda radio diaqnozda qonağımız olan otorinolaringoloq estetik burun cərrahı Fərid Əliyev Harmony Health Hospital'da fəaliyyət göstərir və hamınız da eşitdiniz. Bizim verilişin adından Harmony Health Hospital'a şəxsən Fərid doktora müraciət etsəniz,
estetik burun əməliyyatlarında 20% endiriminiz var. Bu da bizim dinləyicilərə həm doktorumuza təşəkkür edirik ki, bizim sözümüzü yerə salmadı və bu endirimi təşkil etmiş oldu. 070 291 05 05 doktorumuzun nömrəsidir. Elə fürsətdən istifadə edib doktorunuza yazın və ya zəng edin. Ümumiyyətlə, hiss edirəm ki, bu sualı verən bir dinləyicimiz peşəkardır. Çünki soruşur ki, preservation rinoplasti. Qoruyucu rinoplastika. Bəli, bunun icrası zamanı bu necə yanaşılır? Anatomiyaya uyğun mu seçilir, yoxsa struktur yanaşma lazımdır? Bu sanki həkim bir sualına oxşuyur. Preservation, yəni qoruyucu rinoplastika gedir. Bunu preservation rinoplastikanın açıq və qapalı metodla da eləmək olur. Hər iki metod da mümkündür. Qeyd elədiyim kimi bu burunlar seçilməlidir. Məsələn, burunda ciddi əyrilik vardırsa, travma vardırsa və yaxud da təkrarlı əməliyyatdırsa, əlbəttə ki, burada qoruyucu rinoplastikadan söz gedə bilməz. Yəni bunun üçün burunlar preservation rinoplastikada burunlar seçilməlidir. Yəni doktor, məni həmişədən maraqlandıran bir məsələ var idi. Bəzən qarşıma da çıxır. Həddindən artıq uzun burunlar, o zarafatla oksigen oğrusu dediyimiz burunlar. Məsələn, bunların qısaldılması zamanı o artıq dəri, artıq sümük, yəni bunlar necə olur? Bu kəsilir, osteotomiya mı olunur, yoxsa o dəri? Yəni bunun izahını istəyəcəm sizdən. O hamını maraqlandıran sualdan biridir. Ki burun yəni bu qədər uzun. Mən pasientlərə bəzən əməliyyatın izahatını verəndə, əməliyyat öncəsi müayinədə, ilk müayinədə izahatını verəndə qeyd edirəm ki, burnu sizin həddindən artıq uzundur. Bunu qısaldanda biz təəssüflər olsun ki, dərini kəsə bilmədiyimizə görə qığırdaqlardan istədiyimiz qədər kəsib balacalaşdıra bilirik. Amma dərini kəsə bilmədiyimizə görə çox həddindən artıq qısaldanda burunda ucunda həcm artmış olur. Ona görə də yəni dərinin həcminə uyğun burun əməliyyatını eləmək lazımdır. Və bəzən də gözləmədiyimiz, yəni gözəl nəticələr ala bilir. Məsələn, bu günləri bir pasientimiz vardı, bəy, əməliyyat eləmişik, hardasa bir ay bundan öncə burnu həddindən artıq böyük idi. Həm donqarı var idi və həddindən artıq uzun idi. Və mən bunlardan ona qeyd eləmişdim ki, həddindən çox qısa eləyə bilməli. Çünki bu zaman burun yumrulanacaq, yəni burun ucu daha geniş görsənəcək. Amma bəzən bizdən asılı olan səbəblərdən dəri deyən həddindən artıq o qədər yığılmışdı ki, yəni bu həmin o şişkinlikləri falan biz yəni görə bilmədik. Çox da məmnun qalmışdı əməliyyatından. Almaniyadan gəlmişdi, bu günlərdə geri qayıdırdı. Buradan onu salamlayırıq. Biz də qoşuluruq, sağ olun. Doktor, həm gözəllik yaratmış oldunuz, həm də təbiətə xeyir verdiniz, o oksigen israfını azaltmış oldunuz. Təbii ki, suallarımız devam edəcək, doktorumuzla maraqlı söhbətimiz devam edəcək, amma Space 104 FM-də bir reklam aramız var, ondan sonra yenidən qayıdacağıq. Mobil mağazalarından möhtəşəm indirim. Neot su qızdırıcı 24 kW fanlı indi 187 manat değil, 149 manat. Gülben duş dayaq dəsti 84 manat 90 qəpik değil, cəmi 58 manat 90 qəpik. Burada əslində qardaşlar olur, kömürləyir. Pırtda yəni burada səsi barlamalısın, açmalısın, orada. Zarahat dəstə, görsün. Əl öyrəşdikcə, gözünüzdə reklamı gördünüz. Marketler şebekesinde 12-25 noyabr tarihlerinde 100 adetli Sleepy temizleyici salfet çeşitleri 5 manat 98 qəpik. 1 litre Divo qarıdalı yağı 7 manat 98 qəpik. 750 ml Domestos tuvalet kedi çeşitleri 2 manat 78 qəpik olacak. Aşağı çabalar. Tam istediğiniz market. Akşehir'de premium yaşayış kompleksi Raffle Edition 30% ilkin ödəniş 36 aylıq daxili kreditle mənzilləri əldə etməyə tələsin. Ətraflı 3w.raffle.az və 050 288 4919. Qış gəlir. Pəncərələriniz Alman malı. Şuko Plastik. Ünvan Atatürk Prospekti 118A. Aral Plaza. Telefon 050 590 98 00. Görürsən mənə kredi düşür. Böyünün varsa, Son qırmızı böyünüz varsa 100 bin manata da kreditdən zaminsiz, girovsuz, dəqiqələr içində yararlana bilərsiniz. Elə indi Birinci kırmızıya giren için pul basırsınız. Ətraflı 937 Yox, Mərkəzi Bankın 30-12 Yaşlı gibi. 92-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Space Radio'da reklamları dinlediniz.
Şok. 25 kilogramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil, 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Sağlamlıqla bağlı suallarınıza dərhal cavab tapmaq istəyirsiniz? Ən yaxşı həkimləri sizin üçün əl çatan edəcək. Sadəcə radio diaqnoza qoşulun və canlı efirdə ilkin diaqnozu bizdən eşidin. Həftə içi 5 gün saat 19:00-da Radio Space 104 FM-də Amil Hacıyevin təqdimatında dinləyə bilərsiniz. Radio diaqnoz. Unutmayın, düzgün diaqnoz doğru həkimi tapmaqdan başlayır. Bir daha akşamınız xeyir olsun. Space 104 FM dinləyiciləri, sevilen radyoda yeni bir layihə ilə davam edirik. Radyo Diagnoz. Biz sizin xəstəliyinizin diaqnozunu tapmaqda, daha doğrusu biz yox, bizim dəvət etdiyimiz peşəkar həkimlər tapmaqda yardım edəcək. Çünki əsas məsələ hər bir şey düzgün diaqnoz, düzgün müalicə, peşəkar düzgün həkimi tapmaqdan keçir. Belə peşəkar həkimlərdən biri qonağımızdır. Fərid Əliyev, estetik burun cərrahı, Harmony Health Hospitalda doktorumuz fəaliyyət göstərir. 070-291-0505 doktorumuzun əlaqə nömrəsidir. Buyurub yaza, zəng edə bilərsiniz, müayinəsinə müraciət edə bilərsiniz. Təbii ki, doktorumuz yüksək peşəkarlıqla etdiyi əməliyyatlarla seçilən bizim estetik cərrahlarımızdan biridir. 077-800-0104 isə bizim qaynar xəttimizdir. WhatsApp üzərindən suallarınızı bizə ünvanlaya bilərsiniz. 012-510-32-78 ise bizim şəhər nömrəmizdir. Buyurun, zəng edin, efirimizə qoşulun. Doktor, ümumiyyətlə bir problem də rinoplastikada burun dəliklərinin, belə deyək, bəzən düzgün ölçünün qoyulmaması, birinin böyük, birinin balaca, sonradan birləşməsi. Bax, bunun bir izahını geniş sizdən istəyirəm. Dərinin təsiri, burun qığırdağının təsiri, kənar təsirlər, müdaxilə. Bax, bunun səbəbi və həlli yolu. Burada burun dəliklərindən fərqlərin yaranmasına iki səbəb var. Dediyim kimi, bu daha öncələrdə asimetriyadan biz danışdıq mövzuda. Asimetriya bağlı olan fərqlər ola bilir. Bir də əməliyyatın yanlış icra olunmasına bağlı ola bilər. Yanlış icra olunmasına bağlı olursa bunu təkrarı revizyon əməliyyatlarla əlbəttə ki, aradan qaldırmaq mümkündür, düzəldib bərpa edə bilirik. Amma asimetriya bağlı olan fərqləri isə çox təəssüf olsun ki, yəni onu tam ideal, mükəmməl səviyyəyə çatdırmaq bəs qeyri-mümkündür. Dinləyicimizin sualı var, əməliyyatdan sonra burun ortasında çökmə var. Bunu əməliyyatsız düzəltmək olar mı? Əlbəttə ki, əgər orada kiçik cüzi bir çökmə vardırsa, əməliyyatsız mümkündür. Yəni böyük əməliyyat revizyon rinoplastika eləmədən bərpa eləmək olar. Sadəcə bunu mən görməliyəm, görüb deyə bilərəm. Yəni əgər xanım istəsə gələr bizə müraciət edər, baxıb deyə bilərəm. Əgər çox orada ciddi bir çökmədən söhbət gedirsə, çox güman ki, onlara revizyon rinoplastika lazım olacaq. Daha bir dinləyicimizin sualı var. Əməliyyat keçirib, gecələr dərin nəfəs alma zamanı çətinlik çəkirəm. Gecələr daha çox burnumda tıxanıqlıq hiss edirəm. Təkrar əməliyyat mı olmalıyam, yoxsa bir müalicə mi keçməliyəm? Bunu əlbəttə ki, biz müayinədən sonra tam qərar verə bilərik. Əməliyyatlıq bir durumdur, yoxsa müalicəlik bir durumdur. Biz axşamlar adətən yatan zaman burun balıq qulaqlarında şişmələr baş verir, həddindən artıq çox şişir və burun sağ və sol boşluqlarını beləcəkdə doldurmuş olur və nəfəs almada bir çətinlik yarada bilir. Amma dediyim ki, müayinə eləməliyik. Ona mı bağlıdır, yoxsa burun çəpərində məhəyirlik vardır? Əməliyyat olmuşdur? Olunub, bəli, əməliyyat olunub. Ona görə müayinə eləmək lazımdır. Onun nəticəsində deyə bilərik, yəni belə şifahi bəs demək. Soruşur ki, yəni bu ola bilərmi ki, mənim balıq qulaqlarıma çox müdaxilə olunub bunun nəticəsində? Yox, əksinə balıq qulaqları xanımda allergiyası varmı yoxsa yox, allergik rinit olan pasientlərdə adətən daha çox belə hallarla rastlaşırıq. Axşamlar yatanda burun tənəffüsündə pisləşmə olur. Əgər çox müdaxilə olunmuş olsaydı belə hal olmazdı, başqa şikayətlər ola bilir.
Ola bilər ki, allergiyası var və yaxud da müxtəlif səbəblərdən iş şəraitinə uyğun olaraq da bəzən kimyəvi maddələrlə məhsullarla işləyən insanlarda da belə hallar çox rast gəlinir ki, burun balqulaqları həddindən artıq şişə bilir, əməliyyatdan sonra daha erkən dönəmlərdə şişə bilir, xüsusən də yatan zaman və burun nəfəs yolunu bağlayır. Əgər gün boyu, gün ərzində xanım tam rahat nəfəs alırsa, axşamlar ancaq yatan zaman çətinlik çəkirsə, bu %90 ehtimal burun balqulaqlarına bağlıdır və axşamlar onun şişməsi ilə bağlıdır. Bunu müayinə eləyib biz dəqiq deyə bilərik ki, müalicə mi eləyək, gözləyək, yoxsa əməliyyat mı olmalıdır? Buyurun 070-291-0505 doktorumuzun nömrəsidir. Sualınızı daha ətraflı cavab almaq üçün müayinəyə müraciət edə bilərsiniz. Doktor, bu allergik burunlardan danışdıq. Bu da yəni ki, rinoplastikada bir problem yaradan bir şeydir. Bunun üçün xüsusi bir müalicə proseduru mu keçib əməliyyat olunur? Yoxsa əməliyyatdan sonra bu allergiyanın, xüsusilə rinitin ləğv olma şansı var mı? Bunun allergiya ümumiyyətlə təhsil olur. Çünki əməliyyatla keçən bir xəstəlik deyil. Amma allergiyası olan pasientlər əlbəttə ki, tez-tez bizə müraciət edirlər. Burun estetik əməliyyatı, eyni zamanda burun çəpəri əməliyyatı elətdirmək istəyirlər. Xəstəliyin kəskin dövründə biraz müalicə yazıb gözləyirik, direkt də onun üçün ondan sonra əməliyyat edirik. Əgər kəskin dövrü deyilsə, xroniki olaraq daim bu allergik rinitdən əziyyət çəkirsə, o zaman biz əməliyyatdan dərhal sonra xüsusi allergiya əleyhinə dərmanlardan istifadə edirik ki, əməliyyatdan sonraki ilkin günlərdə, dönəmlərdə çox ciddi əziyyətlər çəkməsinlər. Burun əməliyyatına hazırlaşıram, açıq rinoplastika istəyirəm, amma sonra gözə çarpan çapıqdan qorxuram. Mən nə edim? Fərid doktora müraciət edeyim, qapalı eləsin. Yəqin ki, indi xanım... Qapalı da edə bilərik, açıq da edə bilərik, amma zaten... Bu çapıq problemi ümumiyyətlə nədir? Bir-iki sual var idi ki, çapıq qala bilər mi? Çox adamları qorxudan mövzulardan biridir ki, məsələn, çapıq izi qalar. Yox, yəni orada heç bir iz qalmır. İlkin dönəmlərdə bir qızartı olur, amma zamanla, aylar keçdikcə orada yəni heç bir izdən yəni əsər əlamət qalmır. Çox yəni diqqətlə mikroskopik baxsaq orada nəsə bir çapığın izini görə bilərik. Yəni gözə çarpan sizi qıraqdan cəlb edən bir çapıq izi olmayacaq. Ondan qətiyyən narahat olmazsınız. Heç bir iz olmayacaq. Yəni istəyək qapalı deyə bilərik. Çox sağ olun doktor. Minnətdaram gəldiniz, ətraflı cavab verdiniz. Bir daha qeyd edim ki, doktorumuz Fərid Əliyev qonağımız idi, estetik burun cərrahı. Harmony Health Hospital'da doktorumuz fəaliyyət göstərir. 070-291-0505 doktorumuzun nömrəsidir. Verilişdə kim ki sual verməyə çatdırmadı və yaxud utandı, çəkindi. Buyurun, doktorunuza zəng edin, müayinəsinə gedin, əməliyyatına müraciət edə bilərsiniz. Çox gözəl, peşəkar cərrahlarımızdan biridir. 20% endirim istəyirsinizsə mütləq artıq siz belə deyək, bizim adımızdan müraciət edin və radyo diaqnoz verilişindən gəlmişəm deyin, 20% indirimizdə olacaq. Bir daha təşəkkür edirəm, çox sağ olun. Bizi dinləyən dinləyicilərimizə də təşəkkür edirəm. Sabah yenə eyni vaxtda eşidilərik. Radio Space. Yaxşı, alayız. Onu stopla.